Mən qadına sataşmamışam, yalandır. Bakının Binəqədi rayon ərazisində 4 nəfərin dəyənəklərlə avtomobilə hücum edərək döydüyü şəxsin kimliyi məlum olub. Hadisədə zərər çəkən Miskərov Elnur Vidadoğlu açıqlama verib və bu barədə bildirib ki, deyilənlər hamısı yalandır, heç bir sataşma filan olmayıb. Məni səbəbsiz yerə döyüblər, məni döyənlərə ev dustaqlığı verilib, bununla razı deyiləm. Onların həbs olunmasını tələb edirəm, digər suallara isə vəkilim cavab verəcək. Miskərovun vəkili isə Teleqrafa çox ilginc açıqlamalar verib, bildirib ki, bu hadisənin kökü 2023-cü ilin aprel-may aylarına gedib çıxır. Hazırda cinayət işi üzrə zərər çəkmiş şəxs həmin dövrdə sosial şəbəkələrin birində canlı efirdə olarkən ona mesajlar gəlir. Sonradan bu mesajlar onların sosial şəbəkələr üzərindən ünsiyyət qurmağına səbəb olur. Onların ünsiyyəti ay yarıma qədər davam eləyir. Sonradan məlum olur ki, qarşı tərəf xanımdır. O bildirib ki, xanımdır. Bununla da bütün o münasibətlərə son qoyulub. Daha sonra ara sıra müxtəlif digər sosial şəbəkələr üzərindən mesajlar, salamlar və s. göndərilib. Hazırda zərər çəkmiş şəxs buna hər hansı reaksiya verməyib və daha sonra 2024-cü ilin sonlarında yenə də hazırki iş üzrə təqsirləndirilən şəxslər tərəfindən zərər çəkmiş şəxsə müraciət olunub. Ancaq başqa adlar altında müəyyən bir biznes təklifləri irəli sürülüb və s. özlərini iş adamı kimi təqdim ediblər. Hadisə baş verən gün fevralın 5-də zərər çəkmişi görüş üçün Masazır gölünün ətrafına dəvət ediblər. Zərər çəkmiş ora gəldikdə təxminən 3 avtomobil onun qarşısını kəsib. Biri arxadan, biri öndən, biri də böyür tərəfdən mühasirəyə alıblar. Zərər çəkmiş çətinliklə də olsa öz nəqliyyat vasitəsi ilə hadisə yerindən uzaqlaşarkən onu təqib ediblər, yolda saxlamaq istəyiblər. Zərər çəkmiş Daxili İşlər Nazirliyi 102 xidmətinə məlumat verib. Hadisə yerindən uzaqlaşanda Binəqədi rayonunun ərazisində Mərkəz adlanan ərazidə tıxaca düşüb. Bu zaman şəxslər ona çatıblar və əllərində olan dəyənəklərlə taxta parçaları ilə onu döyüblər, ağır xəsarət yetiriblər. Həm özünə, həm də nəqliyyat vasitələrinə deyə vəkil bildirib. Qeyd edilək ki, hadisə bu ilin fevral ayının 5-də baş verib. Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafa Kəmalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. Onlar barəsində qəti imkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb və Binəqədi rayon məhkəməsinin qərarı ilə Mustafa Kəmalov, Cavadov və Rəhmanovun hər biri 3 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçilib, Zahidli isə sərbəst buraxılıb.